Zob həkimimiz, bizim tiroid mərkəzinin rəhbəri və endokrinoloqumuz, bizim əjdahamız. Xoş gəlmisən, qardaş. Səfa gətirmisən. Sənin bugün cavabın olacaqdı. Vüsalə, hardasan? Gəl görün bura Vüsalə. Gəl, gəl. Gəl. Vüsalə, mikrofonu götür. Gəl, zəhmət olmasa. Hocam, əvvəla necəsiz? Çox sağ olun. Keyfiniz, əhvalınız? Keyfimiz yaxşıdır. Həmişə yaxşı olun. Keyfiniz də yaxşı olsun. Həmişə mənim nurlu doktorlarımdır da. Həqiqətən Allah var eləsin sizi. Çox təşəkkür. Ay, çox, görün neçə ildə, yəni maşallah olsun, 10 ilə yaxındır hocamla çalışırıq. 20 ildir mən Məlahət xanımla çalışıram. 10 neçə ildir Rəşadla çalışıram. Yəni hamısı ilə bizim illik sizlərlə elə bizim dəyərli vəkilimizlə, psixoloqumuzla. İndi Gülnar xanım bu ildən bizə qoşulur. Ötən ildə. 3 ildir. Ay Allah. 3 ildir sizlə bərabərik. Maşallah. Əkbər bəylə bir 5 il var. Bayağı sədaqətlidirlər. Ha, 15 ildən artıq. Ümidvarın vaxtından bəri. Ay Allah. 8 il, baxın, Aygül xanımdandır. Kübra xanımdan da 40 ildir. Aygül xanımdan 9 ildir. 9, tam 9 ildir. Vay dədə vay. Buna oğul istəyirəm, belə, illərlə bu dostluğu davam elətdirsin. Yəni, həqiqətən qazansın. Mən çox xoşbəxtəm ki, mən sizin sevginizi, dostluğunuzu qazanmışam. Həqiqətən də mən buna çox şadam. Çox sağ olun, minnətdaram. Var olasınız. Hocam, müsahilə gəldi yanınıza, baxdınız, şikayətlərinə qulaq astınız. Nə problemi var, nədir dərdi? Vüsalə xanımın problemi var. Bir tiroid xəstəliyi vardır. Özü də zaten bu şikayətlərdən dolayısıyla bilirdi bu xəstəliyini. Hashimoto xəstəliyi var. Deyəcəksiniz ki, elə hər dəfə bu Hashimoto xəstəliyini deyirsiniz, amma bu zəhərli zobdur. Bu səfər fərqli bir Hashimotonun mərhələsindədir Vüsalə xanım. Bu zəhərli zob deyil. Adətən biz həmişə Hashimoto xəstəliyi diaqnozu qoyuruq və daha sonra hormon əvəz edici hormon müalicəsinə başlayırıq. Bu səfər amma paradoksal olaraq biraz işlər daha fərqlidir. Yəni, orqanın bir autoimmun, belə deyək, iltihabı nəticəsində, bir hücum nəticəsində tiroid hüceyrələri iltihaba uğrayır və dağılır, loru dilə desək, və o hormonlar sürətli şəkildə qana axır və dolayısıyla xəstədə zəhərli zob klinik əlamətləri ortaya çıxır. Təbii, bunu biraz ayırd eləmək biz həkimlər üçün də asan deyil. Müxtəlif laborator analizləri var, reseptor analizləri var. Deməli, zobda, qalxan bəri var vəzdə olan zəhərli zob parçalanır, hüceyrələr sınır və içindəki onun deposundakı olan hormonlar qana keçir və dolayısıyla belə bir klinik əlamətlər verir. Bax, Vüsalə xanımda da ürək vurultusu çoxdur. Müalicəsi asan deyil, amma çalışacağıq və müalicəsi vardır dolayısıyla. Doğrudan. Allah var eləsin. Qız, sən otduğun yerdə bunu hardan tapırsan? Bu nətər olur? Bu nətər iltihablaya bilər? Yox, bu nətər iltihablaya bilər? İltihaplaşır zaten. Hashimotonun o erkən fazalarında tərs olaraq belə bir bu nə qədər nadir görülən bir şeydir? Bu əslində hər Hashimotoda görsənir, amma belə toksikozis fazası hər xəstədə belə nəzərə çarpacaq. Bu nəyin nəticəsində belə gəlir olur? İltihabın nəticəsində, qalxana bənzər. Yəni, xəstə nə zaman üstünə düşdə bunun qarşısını ala bilir? Əslində hər xəstədə belə yüksək olmur. Təbii olaraq bunu bir tetikləyən proseslər də vardır. Eyni zamanda stres və digər infeksiyon xəstəliklər və s. ola bilər. Amma yaxşıdır, yox, narahat olmayın, düzələcək. Sənə qızı kəsim, deyir ki, pis gün. Niyə pis gün? Nədir sənin pis günün, nədir? De görüm. Yox, Akif Rəxam, sən də bizim əməkdaşımız var. İnfeksiyada gələn kimi razı infeksiyadan yapışır. Bu adam burada bu boyda pis günündən danışır. Deyirsən, infeksiya nədən keçib? Qoy görək bir hələ bu pis gün. Əslində biz Vüsalə xanıma... Şiddət mi görmüsən? Mikrofonu götür görüm. Yoldaşın tərəfi. Haradadır yoldaşın? Maştağadır. Əsəbi pozğun. Nədir diaqnozu? Şizofreniya. İndi xadimə işləyirsən sən. Qızına özün baxırsan. Neçə yaşı var qızın? 15 yaşda. 15 yaşda. Yəni onun beyni pozulmuşdu, səni döyürdüncədirdi, yoxsa əvvəl də elə idi? Bəli. Mikrofona. Bəli. Bəs ona niyə getmişdin sən? Nə bileyim, bilmədim.
Nə vaxtdan sonra bildin ki, belə bir xəstəlik var? Sonra gedəndən sonra bildim. Aha. Yəni, sonra da ayrılmadım. Elə gəldim atamgilə, yenə də qayıtdım, ürəyim yandı. Nə edirdi, səni döyürdü? Həm döyürdü, həm söyürdü. Belə yeməyə heç nə tapmırdı, kasıbçılıqdı. Siqaret tapmırdı məndən. Hər şey istəyirdi. Stres. Bu günümüzə də. Şükür. İndi yaxşı. Harda işləyirsən? Süpürgəçi. Harda? Nizami metrosunun yanında. Elə orada da yaşayır. Kiraya qalırsan? Kubenkada bəli. Allah köməyin olsun. Torpaq almışam özümə. Burası sənədsizdir, heç nə eləyə bilmir. Hardan almısan? Çiçək qəsəbəsi, höküməlinin torpağı. Neçə sot torpaq almısan? 2 sotdur. Yığdın aldın. Nə qədər müddətə yığdın onu? Elə 6 ildir də işləyirəm. Sonra biraz yığdım, dedim ev tikərəm, tikə bilmədim. Bacımın borcu var idi, verdim bacıma. İndi də bacım onu verə bilmir. Vermir, yoxsa verə bilmir? Yox, verə bilmir, imkanı yoxdur ona. Nə qədər verdin bacına? 6, 7. 7 min. Yığmışdın. Bəli. Elə biraz yemədim, içmədim. Ya uşağın da boğazından kəsdin, verdin bacına. Bəs bilmirdin ki, bunu qaytara biləcəkmi, bilməyəcəkmi? İndi qaytara bil. Yenə də ayrı yerdən pul götürüb, heç nə eləyə bilmir. Başqa yerdən də götürübdü. Bəli. Sənin pulunu da qaytarmadı. Yox. Allah kömək olsun. Çox sağ olun. Və bax, belə insanlara iş, belə insanlara sığınacaq, belə insanlara dəstək olmaq lazımdır. Elə bu mənim özümə də aiddir. Mənim özümə də aiddir. Hərdən mən də qızışıram, gedirəm. Bəzən özünü görmür axı adam. Belə olanda bizə yazın, deyin, tənqidinizi göndərin. Mən açığam bütün tənqidlərə. Ola bilər mövzunun içərisində mən gedirəm. Bir də görürsən, layiq olmayan bir adam gəlir ortaya çıxır və ona başlayırıq üstünə düşməyə. Amma belə olanda mənə ayıldın, yazın, denən Ayzavur, dayan, eləmə, lazım deyil. Bax, bu xanıma nə olar ki, bir adam bir sığınacaq versə, bax, belə insana kimsə, inanın ki, verərlər də. Vallahi. Evim olsaydı daha heç dərdim olmazdı. Necə? Bir otaq evim olsaydı daha heç dərdim olmazdı. Vallahi ona hardan desəm, məsələn, Bakının kəndlərində də olsa, görsən gedib Çiçək qəsəbəsindən özünə 2 sot. Oranın sənədini həll eləmək olar? Bəlkə də olar, bilmirəm. Bir dənə kağız var, bələdiyyədən veriblər. Bələdiyyədən veriblər. Ona da 800 Ərazidə manat. Zaur bəy, mənə müraciətlər olunubdu ərazi ilə bağlı. Ümumiyyətlə ora neftin balansında olduğu üçün o torpaq sahələri. Ona görə mümkün deyil orada sənədləşdirmə işləri Və dayanır. bələdiyyə nətər verir bu sənədi? Bələdiyyə bilmirəm də indi ondan Ancaq nə sənədləri. evlər çoxdur orada. Yox, tikililər çoxdur, amma oranın rəsmi sənədləri yoxdur, heç kəsdə yoxdur. Müsalə xanım, Təksiz deyilsiniz. məncə bunlardan ən önəmlisi can sağlığıdır. Bəli. Yox, onu sən eləyəsən də, mən onu... Çalışacağıq, sizi sağaldaq. Cərrahi əməliyyata ehtiyac yoxdur. Çox sağ ol. Mal-mülk məsələsi sağlıqdan daha sonra gəlir. Çox sağ ol. İnanıram ki, siz sağlam olduqdan sonra Allah necə ki, hamımıza kömək olsun. illər boyu işləyib özünüzə torpaq almısınız, bundan sonra da onu tikəcəksiniz inşallah. İnşallah. Allah köməyin olsun. O sarıdan arxayınam ki, sən varsan. Çox Mən sağ ol. ona görə bu birisi mövzusuna girmişəm. Bu səbəbdən səndən arxayınam. Və bax, bizə bax, xanım özü Astaradandır. Sən rayonda qalmaq istəməzsənmi? Niyə istəyərəm? Astarada da qalmaq istəyərsən. Lap elə Göyçayda da qalaram. Çox yaxşı Niyə insan. Göyçayda? Axır daha oralıyam da. Ailə qurmusan oradan ona görə də, hə. Orada torpağımız da var. Orada Göyçayda torpağın varmı? Yoldaşımın torpağıdır. Sən indi orada nəsə eləsən, onlar sənə problem yaratmazlar Yox, ki? heç nə demirlər. Qaynanam, qaynatam, hamısı yaxşıdır. Hardadır? Göyçayın harasındadır torpaq? Şıxbəy kəndi. Kənddədir. Bəli. Səfalı yerlər. Bəlkə elə orada tikilənmə kömək eləyər kimsə? Hə? Orada yaşayarsanmı gedib? Niyə yaşayıram? Prosta orada da düzəltdim özümə. Anam, qardaşım kömək elədi, atam yox idi. Yoldaşım yandırdı onu. Evi yandırdı. Ruhi xəstədir, onu da qınamada, o özündən asılı deyil. Mən heç onu həmişə ürəyim yanıb. Ona görə atmamışam, ayrılmadım. Yanına gedib gəlirsən? Gedirəm. Həftədə neçə dəfə gəlsən? Belə haçan pulum alıram, maaşımı gedirəm.
Maaş alan kimi gedirsən? Bəli, elə- Səni tanıyır, bilirsən sən? Bəli, yaxşıdır. Heç kimlə işi olan deyil. Prosto nə bilim, xəstəlik dözə bilmirəm də onun. Ayrılmaq istəmirəm. Axır uşağımın atasıdır. Qızım da istəyir onu. Prosto dözülməzdir. Onu qınama, qınama, ondan asılı deyil ki qızım. Yox, o xəstədir də. Hı. Gətirdim. Hə, dərman verirdim. Yerində olacaq. Sadəcə dərmanlarını hər gün mütəmadiyyən Hə, Gətir. sonra istəmədim, biraz müalicələr düzgün vermədim o olmalıdır. dərmanı. Ucu lap pis günə axırda ona belə. görədir, Belə ona işə görə. qoymur, deyir işə getmə. Elə çölə çıxıram. Belə pis fikirləşir də necə deyim. Qısqanırdı. Hə, elə nə bilim. Bax biz Göyçayın buradan dəyərli oğullarına səslənirik. Orada bir otaqlı bir ev tikmək o kənddə məncə onun böyük bir mahiyyəti olmaz. Mən çox xahiş eləyirəm sizdən. Bax bu insana dəstək olaq. Mən artıq özümə söz vermişəm. Söz vermişəm ki, elə insanlar seçiləcək, elə insanlar olacaq ki, o insanlara həqiqətən də kömək lazımdır. Təbii, bu dünyada hamıya kömək lazımdır. Mənim özümə də hamıya köməyə ehtiyacı olmayan insan yoxdur bu həyatda. Amma biri var ki, tam o dibdə çox əziyyət çəkən bir insan. Hə, yəni bax ona mənə elə gəlir ki, Vüsaliyə dəstək olmaq lazımdır. Rica eləyirəm sizdən. Bax elə Göyçayın dəyərli icra başçısına da buradan müraciət eləyirəm. Nə olar ki, mən başa düşürəm, bəzən bu şeylər nəzərdə tutulmur ki, balansdan nəsə ayrılsın, eləsin. Amma orada böyük şirkət sahibləri var, orada elə şirkətlər var ki, maşallah olsun, milyonlarla dəyəri ölçülməz. Yəni, belə bir insana kiçik bir hazır evlər satırlar bu saat. Heç onu tikməyə belə ehtiyac yoxdur. Valla 2 otaqlı, 3 otaqlı hazır evlərdir. İstəyirsən, hara istəyirsən gətirirlər orada torpağın üstünə qoyub çıxıb gedirlər. Bax, beləcə o torpağın üstünə qoyub gedirlər. Nə olar ki, bu adamın da bir güzaranı olsun. Mən xahiş eləyirəm. Mən söz verirəm, bu həftə çəkiliş göndərəcəyik sənlə bərabər həmin torpağa getməyə, sən sabah. Gedin, baxılsın ora, bir çəkək, göstərək. Bəlkə elə bir adam ortaya çıxacaq ki, doğrudan da dəstək olacaq. Mən rica eləyirəm sizdən, əziz tamaşaçılar, bizi izləyənlər, çox xahiş eləyirəm. Vüsalə xanıma və onun balasına dəstək olaq.